Beləcədən yazaq başlığı ki, yekun B vektorunun tapılması. Bax, burada bir x var. Cəryan bizdən gedir. Burada isə bir nöqtə var. Cəryan bizə doğru gəlir. Və bizə bir K nöqtəsi verib. K nöqtəsində yekun B vektorunu tapmaq istəyirik. Bunun üçün nə etmək lazımdır? Bunun üçün bu mərkəzi bu i cəryanı olan və K nöqtəsindən keçən bir çevrə cızırsınız. Bu formada və sağ ivli, sağ əl qaydasını tətbiq edib orada B vektorunun istiqamətini çəkirsiniz. Bu birinci cəryandır, i1 cəryandır. B vektorunun istiqaməti saat əqrəb istiqamətdə çevrəyə toxunan olacaq. Bax, bunun hal-hazırda çəkdik. Bunun adı oldu B1. Sonra eyni qaydada ikinci cəryanın naqilini də indüksiya xəttini çəkirsiniz. Burada da saat əqrəbin əksi istiqamətində fırlanacaq. Və burada da B vektoru çevrəyə toxunan çəkirik. Bunun da adı olur B2. Artıq əlimizdə iki vektor var. Bu vektorların əvəzəyisi bu iki vektorun yekun B vektorunu verəcək. Bax, bu iki vektorun əvəzəyisi belə paralleloqram qururuq. Aşağıya doğru yönələcək. Ola bilər ki, hər ikisi nöqtə olsun. Onun da işarəsini çəkən sizə göstərəcəm. Nöqtə, nöqtə. Oldu nöqtə. Və yenə də ta ki burada bir O nöqtəsində yekun B vektorunun istiqaməti soruşulur bizdən. Yenə də mərkəzi bu nöqtələr olan və O nöqtəsindən keçən çevrə çəkirsiniz. Formada çəkirsiniz. Digər bunun da çevrəyə toxunanını çəkirsiniz. Saat əqrəbinin əksinə olacaq. Bunu çəkdiniz. Bu oldu B1 vektoru. Digər tərəfdən də bunu da çəkirsiniz. Bu da yenə saat əqrəbinin əksinə olacaq. Bu da oldu B2 vektoru. Bu iki vektorun əvəzəyisi ortadan çıxacaq. Yəni bu formada yönələcək. Ola bilsin ki, siz indi burada bəzi məsələləri başa düşmədiniz. İnşallah gələn dərsdə testlərin üzərində bunu daha yaxşı öyrənməyə çalışacağıq. B vektoru haqqında, yekun B vektoru haqqında bu qədər. İndi sizə danışacağım maddələrin maqnit nüfuzluğundan. Maddələrin maqnit nüfuzluğu. Yazaq dərsin adını maqnit nüfuzluğu. Maqnit nüfuzluğun növ hərfi ilə işarə olunur. Mühitdəki B vektorunun vakuumdakı B vektoruna olan nisbətidir. Buraya yazıram mühitdəki, buraya yazıram vakuum və ya hava da deyə bilərsiniz. Mü maqnitin nə qədər güclü və ya zəif olduğunu göstərən kəmiyyətdir. Baxın, tutaq ki, burada bu arada mü'nün vahidi yoxdur. Vahidi yoxdur. Baxın, tutaq ki, burada bir sarğac var. Bu sarğac içi boşdur. İçi boş sarğacın maqnit nüfuzluğu B0'dır. Burada da həmin sarğacı çəkirik. Bu dəfə bu sarğacın içərisinə ferromaqnit daxil edirik. Ferromaqnit daxil edirik. Bax, bu formada. Yazıram bura ferromaqnit. Onda bunun maqnit nüfuzluğu, maqnit induksiyası B yox, olacaq mü B0. Yəni mü dəfə artmış olacaq. Yəni içlik daxil edəndə bunun maqnit induksiyası mü dəfə artmış olacaq. Yəni birinci sarğacın maqnit induksiyası B0'dırsa, ikinci sarğacın maqnit induksiyası olacaq mü vurulsun B0. Yəni sarğac daxil eləyəndə maqnit induksiya vektoru olacaq mü B0 düsturu ilə hesablanacaq. Belə. İndi maddələr bu mü'nün qiymətinə görə 3 qrupa bölünür. Əgər
Birdən çox böyükdürsə, maddə olur ferromaqnit. Ferromaqnit. Birdən böyükdürsə, olacaq paramaqnit. Paramaqnit. Birdən kiçikdirsə olacaq diamaqnit. Və ferromaqnit güclü maqnit deməkdir, paramaqnit zəif maqnit deməkdir, diamaqnit isə maqnit olmayan deməkdir. Və hər bir ferromaqnit üçün, hər bir ferromaqnit üçün Curie temperaturu mövcuddur. Curie temperaturu mövcuddur. Hər bir ferromaqnit üçün nə mövcuddur? Curie temperaturu mövcuddur. Nədir bu Curie temperaturu? Maddə həmin temperatura çatanda ferromaqnit xassəsini itirir. Keçir paramaqnitə. Yəni daha əvvəlki kimi maddələri özünə cəzb etmir. Məsəl üçün deyək ki, hər hansı bir metal üçün Curie temperaturu deyək 365 dərəcə Selsidir. Məsəl üçün artıq 400 dərəcə Selsidə artıq maddə maqnit xassəsi olmur. Maqnit xassəsi yox olur. Məsələn 300-də isə maqnit xassəsi var. Bax, bu o deməkdir. Curie temperaturu o deməkdir. Yəni o temperatura qədər qızdırdıqda maddə ferromaqnit xassəsini itirəcək. Bu gün dərsi bura qədər keçəcəm şagirdlər. Gələn dərsdən isə amper qüvvəsindən sizinlə danışacağım.